Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 28-ci paragraf, yəni mədəniyyət mövzusu. İlk öncə danışaq təhsildən. 1959-cu ildə icbari 8 illik, 1966-cı ildə isə 10 illik təhsilə keçirildi. Məktəblərdə Azərbaycan tarixi tədris olunmurdu əslinə qalsa, SSR tarixi adı altında Rusiyanın tarixi tədris edilirdi. Amma Heydər Əliyev gənclərin deməli SSR-nin qabaqcıl ali məktəblərinə getməsi üçün, yəni orada təhsilinin davam etdirilməsi, təhsil alması üçün xüsusi önəm verirdi buna, bu işin təşkilinə xüsusi önəm vermişdi. Sonra elə Heydər Əliyevin səyi ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb, bu da savadlı hərbi kadrların hazırlanması üçün idi. 71-ci ildə həm də xatırlatma verək, Kür suyu Bakıya gətirilmişdi 71-də, 17-ci ildə isə Şollar suyu çəkilmişdi. Sonra deməli elmdən danışaq. 1945-ci ildə deməli Azərbaycan SSR Elmlər Akademiyası yaradılır. 35-də filial yaradılmışdı. Baxdım dərslikdə yoxdur, artıq o çıxarıbdı. 35-də deməli SSR Elmlər Akademiyasının filialı təşkil olunur Azərbaycanda. 45-də isə Azərbaycan SSR Elmlər Akademiyasının özü. Bunun da üzvlərindən, yəni həqiqi üzvlərindən kimlərdir? Deməli Üzeyir Hacıbəylidir, sonra Mirəsədullah Mirqəsimov, bu ili prezident olur. Sonra Səməd Vurğun, Üzeyir Hacıbəyli dedim deyəsən onu, Yusuf Məmmədəliyev, bunlar deməli həqiqi üzvü seçilir, yəni akademik seçilirlər. Sonra bir çox elm sahəsində də nailiyyətlər əldə olunur, kimyada da, eyni zamanda geologiya, mineralogiya doktoru Fərman Salmanovun rəhbərliyi ilə Qərbi Sibirin neft yataqları, qaz yataqları aşkar olunur, kəşf olunur. Sonra mətbuat. Mətbuat çox idi. Bax, Azərbaycan dilində 100-dən çox qəzet, jurnal nəşr olunurdu. Amma bu mətbu orqanların çoxu artıq kommunist ideologiyasının təsiri altındaydı. Sonra musiqi. Musiqidə Fikrət Əmirovun Sevil operası, Qara Qarayevin isə 7 Gözəl baletini nümunə göstərmək olar həmin bu illər üçün. Kino. 1945-ci ildə deməli Arşın Malı alan filmi həm də dünya ekranına çıxır, SSR dövlət mükafatına layiq görülmüşdü. Sonra 50-ci illərdə deməli Qızmar Günəş altında, Ögey Ana, O olmasın bu olsun, Qaradaşlar, bu kimi filmlər yəni səhnəyə qoyulur. Sonra rejissorluq sənətindən adlarını çəkmək olar. Deməli Adil İskəndərovdur, Tofiq Kazımovdur, sonra Mehdi Məmmədov, bunların adını çəkmək olar rejissorluqda. Sonra 70-ci illərdə olan filmlərdən, bunlar bax, yəni digər dövr üçün olan filmlər tarixi filmlərdir. Yəni bax, bunu 50-ci illərlə qarışdırmamaq üçün belə yadda saxlayın ki, 50-ci illərdə elə də yəni tarixi adlar yoxdur. Amma 70-ci illərdə adlara fikir verin. Babək, Nəsimi, Dədə Qorqud, sonra İstintaq, bir də axırıncı Aşırım. Bax, bu 5 dənə adı əzbərdən yadda saxlayın. Yəni bunlar 50-ci illər deyil. Sonra memarlıqdan və rəssamlıqdan ümumiləşdirərək danışaq. İlk öncə heykəltaraşlıq. Heykəltaraşlıq deyəndə birinci yadıma düşür Tokay Məmmədov. Sonra Fuad Əbdürrəhmanovdur, Ömər Eldarovdur. Bunlar deməli heykəltaraşlar kimi adlarını çəkə bilərik. Sonra 1950-ci illərdə Hökumət evi, bir də Tofiq Bəhrəmov adına stadion tikintisi başa çatdırılır. 1950-ci illərdə bunların tikintisi başa çatdırılır. Sonra 1956-cı ildə televiziya qülləsi istifadəyə verilir. 1960-cı illərdə isə Akademiya Universitet şəhərcikləri, eyni zamanda Bakı Hava Limanı, Dövlət Sirki, Mərkəzi Univermaq, bunlar artıq istifadəyə verilir. 1967-ci ildə isə 6 stansiyadan ibarət Bakı metropoliteni istifadəyə verilir. Deməli 1970-ci ildə isə 70-ci ildə memarlığına deməli Respublika Sarayı, Dəniz Vağzalını demək olar, Respublika Sarayı və Dəniz Vağzalı. 80-ci illər isə Gürcüstan Sarayı, birdən üstü örtülü icman kompleksi. Bunlar istifadəyə verilir. Sonra yeni yaşayış məsələləri salınır. Əslində qalsa bunlar fəhlələr üçün salınırdı, işləməyə gələn fəhlələr hesabına salınırdı. Əhmədli, Badanda kimi yeni yaşayış mərhələləri salınır. Sonra 1977-ci ildə Şuşa tarixi qoruğu salınır. Rəssamlıq deyəndə Tahir Salahovdur. Sonra Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, bir də xalçası rəssam var, o da Kamil Əliyev, bir də xalçası rəssam. Sonra 1967-ci ildə isə deməli 1967-ci ildə Şıxalı Qurbanovun səyi ilə deməli Novruz bayramı artıq
Bahar Bayramı adı altı ilə qeyd edilməyə başlayır. Yadda saxlayaq ki, metronun yaranmasından eyni ildə. Və yəni düzdür, burada əslində qalsa Sovet hökuməti çalışırdı ki, ateist, yəni dinsiz, Allahsızlar cəmiyyəti yaratsın, amma yenə də bizim öz yəni necə deyim, yəni məsələn Heydər Əliyevin dövründə xüsusi diqqət yetirilir bu kimi məsələlərə ki, onun qarşısını almağa çalışır. Həm gənclərin təhsilinə, həm mədəniyyətimizə, həm memarlıq, hər bir sahənin inkişafına xüsusi diqqət ayırır. Yəni onun rəhbərliyi olduğu dövrdə 1969-1982-ci illərdə. İzahımız bu qədər. Sağ olun.